Deməli xanımlar, bu günləri mən sizə Faberlikdə komanda necə qurulur, o barədə danışacağım. Komanda necə qurulmalıdır, nə etməliyik, ilk başdan hansı addımları atmalıyıq. Deməli, burada 5 variant yazmışam. Bunu artırmaq da ola bilər, amma ən vacib olanları yazmışam. Məhsulları tanımaq. Yəni biz Faberlikə qoşuluruqsa, Faberlikdə biznesimizi yaratmaq istəyiriksə, ilk öncə onun istehsal etdiyi məhsullardan xəbərdar olmalıyıq. Hansı məhsul nə üçündür, necə istifadə olunur, qiyməti neçəyədir, hər birini hansı müştəriyə lazımdır, hansı insanlarla təklif etmək lazımdır, məhsulları birinci tanımaqdır. İkinci, şirkətə inanmaq. Əgər mən olduğum şirkətə inamım yoxdursa, o zaman mən bu işi qura bilmərəm. Şirkət haqqında bilgi. Şirkət haqqında ümumilikdə bilgilərimiz var. Məsələn, səyahətlər, stabillik bonusu, uşaq pulu, maaşlarımız, aksiyalarımız, 70% indirim kuponlarımız. Yəni, müxtəlif bilgilər var ki, şirkət haqqında mütləq bunları öyrənməliyik. Və bir iş qurmaq istəyiriksə, mütləq davamiyyət olmalıdır. Yəni, davamlı olmalıyıq və ən əsas da özünüzə inanma olmalıdır. Yəni, mən burada nə üçünəm, nə edəcəm, hansı addımları atacağım, birinci bunlar olmalıdır. 5 addım. Və komanda necə qurulur? Gəlin indi keçək bu komandanın qurulma sisteminə. Qohumlar, tanışlar və tanımadığımız insanlar. Bəzən insanlar deyir ki, əhatəm yoxdur. Əslində bu başqa mövzudur. Etiraz mövzusudur ki, əhatəsi olmayan insanlarla necə qurmaq lazımdır, onu da öyrədirik. Amma komanda necə qurulur? Gəlin ilk başdan buna baxaq. Qohumlar dedikdə müxtəlif qohumlar nəzərdə tutulur. Yəni, bacı, ana, ata, qaynana və yaxud da yaxın qohumlar, uzaq qohumlar ola bilər. Bibinin uşaqları, dayının, xalanın, əminin, həyat yoldaşının qohumları ola bilər. Yəni, qohum deyəndə qan qohumluğu olmayan, yəni səninlə qohum deyəndə kimi nəzərdə tutursunuz? Bir toyda, bir şərdə, xeyirdə kim nəzərdə tutulursa, bax qohum o kəslər nəzərdə tutulur və tanışlar. Tanışlar isə müxtəlif olur. Bu bizim valideyn yoldaşları olur, bağçada və yaxud məktəbdə və yaxud qonşular olur və yaxud da qonşunun bacısı olur və yaxud mağazində işləyən qız olur. Avtobusda gördüyümüz, uzaq kənddə qalan bir tanış da hardansa tanış olmuşuq. Yəni, tanış dedikdə müxtəlif insanlar nəzərdə tutulur və tanımadığımız insanlar. Hətta biz tanımadığımız insanlarla belə Faberlik şirkətində komanda qurmaq istəyiriksə, qura bilərik. Tanımadığımız insanlar kimdir? Yəni, kontaktımıza əlavə edə biləcəyimiz insanlar. Məsələn, deyək, parkdayıq, uşaq gəzdiririk. Misal olaraq bu variantı deyirəm, müxtəlifdir variantlarımız. Parkda uşaq gəzdirirəm və bir xanım da gəlir yanımda əyləşir skameykada, o da uşağını gəzdirir, əyləndirir. Nə baş verir? Tanımadığım insanla qısa bir müddətlik bir dostluq yaranır. Salam, mənim adım Aynurdur, sizin adınız necə oldu? Hətta ondan telefon nömrəmizi alıb kontaktımıza əlavə edə bilirik. Nə baş verir? Əgər mən bu işi qurmaq istəyirəmsə, bu iş haqqında bilgilərim varsa, özümə inamım varsa, nə baş verəcək? Məsələn, deyək ki, qohumdan gətirdim baldızımı qeydiyyat elədim. Baldızımdan sonra bacıma danışdım. Düzdürmü? Bacımdan sonra bacım öz, məsəl üçün, valideyn yoldaşını dəvət etdi. Sonra baldızım getdi qonşusunu dəvət etdi. Amma mən bunlara düzgün məlumat verirəmsə bu baş verir. Düzgün məlumat verirəmsə. İndi o düzgün məlumatdan qısaca deyəcəm. Və sonra mən gedirəm, nə edirəm? Tanışımdan bir kəsi gətirib yazıram bura. Tanışım kimdir? Məsələn, deyək ki, mənim padruqam. Padruqam gəldi. Düzdürmü? Və mən məqsəd